müəllimlər, bugün sizlər üçün müasir kurikulum standartlarına uyğun olan bağça müəllimlərinin işə qəbul və sertifikasiyası üzrə təşkil olunmuş testlərdən birinin izahını vermək istəyirəm. Bugün burada cədvəl tipli testlə tanış olacağıq, lakin bu tipli testləri bəzən müəllimlər nə qədər doğru variantları bilsələr də, sadəcə testin işləmə qaydasında çətinlikləri olduğu üçün bu testləri işləməkdə çətinlik çəkirlər. İndi isə gəlin birlikdə izah edək və testin işləmə qaydasından tanış olaq. Deməli, 5 nömrəli testdə deyir ki, uyğunluğu müəyyən edin. Təlim nəticəsinin inteqrativ funksiyası var. Baxırıq ki, burada qarşıda yazılıb ki, doğru fikir. Lakin burada da müəyyən bir fikir var. Deməli, biz həm bu testdə bu hissəyə fikir verməliyik, həm də bu hissəyə fikir verməliyik. Yəni, bura ilə bura bir-birinə uyğun olmalıdır. Əgər bura üstə gəldisə, burada mütləq üstə olmalıdır. Əgər bura çıxdırsa, burada məsələn çıx olmalıdır. Yəni, yanlışda yanlış fikir, doğruda isə doğru fikir olmalıdır. İndi isə gəlin bu testləri oxuyaq və birlikdə izahlarına fikir verək. Deyir ki, təlim nəticəsi inteqrativ funksiyası var. Biz də yadımıza salırıq ki, təlim nəticəsinin deyil də alt standartın inteqrativ funksiyası vardır. Yəni, alt standartdan təlim nəticəsinin çıxması bu demək deyil ki, təlim nəticəsində inteqrativ funksiyası olmalıdır. Ona görə bu hissəni yanlış qəbul edirik. Çünki bu alt standarta aid bir fikir idi, amma qarşısında isə doğru yazmışdı. Yəni, baxırıq ki, indi burada mənfidir, amma burada isə müsbətdir. Burada çıxdır, yəni burada isə plusdur. Ona görə də bizdən də uyğunluq istədiyi üçün biz birinciyə baxa bilmirik, yəni birincini götürmürük. Bu testləri belə hissə-hissə işləmək və bu qaydada variantları çıxartmaq sizlər üçün böyük kömək olacaq. Keçək ikinciyə. Deyir ki, təlim nəticəsi tərbiyəçi tərəfindən müəyyən olunur, tərbiyəçinin fəaliyyətini əks etdirir. Baxırıq, bu hissəyə kimi testimiz düzdür. Həqiqətən də təlim nəticələri tərbiyəçi müəllim tərəfindən tərtib olunur. Amma tərbiyəçinin fəaliyyətini əks etdirmir, çünki təlim nəticələri uşağın fəaliyyətinə yönəlmiş olurdu. İndi baxıram ki, yenə də bu hissəm yanlışdır, yəni çıx qoyacam. Amma qarşısında isə doğru olduğu yazılıb. Deməli, burada da hər hansı bir uyğunluq görmürəm. Ona görə 2-nin üzərinə xətt çəkirəm. Yəni, məndən uyğunluq istədiyi üçün 1 ilə 2-yə baxmayacam. Yəni, onları götürə bilmərəm. Növbəti hissəmizdə deyir ki, təlim nəticəsinin davamlılıq funksiyası uşaqların potensialına əsasən hamı üçün əlçatan etməkdir. Təlim nəticəsinin həqiqətən də əlçatan olması var. Bunu Smart'ın A-sında da görmüşük. Amma gəlin fikir verin, deyir davamlılıq funksiyası. Davamlılıq funksiyası dedikdə bu alt standarta aiddir və davamlılıq funksiyası yaş qruplarını əks etdirir. Yəni, uşaqların yaşına görə sadədən mürəkkəbə doğru getməkdir. Bu, təlim nəticəsinə aid bir fikir deyil. Bu da yanlışdır və qarşısında isə yanlış olduğu qeyd olunmuşdur. Yanlışa yanlış olduğu üçün, yəni burada da yanlışdır, digər tərəfdə də yanlış fikir olduğu üçün biz üçüncünü doğru kimi götürəcəyik. Yəni, doğru kimi götürmürük. Sadəcə uyğun kimi götürürük. Çünki 3-də yanlışla yanlış fikir üst-üstə düşmüşdür. İndi isə 4-cüyə baxırıq. Deyir ki, məşğələ üçün resursların seçilməsi tədris ilinin əvvəlində məqsədə əsasən müəyyənləşir. Baxıram ki, resursu biz həm ilin əvvəlindən seçə bilirik, həm də məşğələ keçdiyimiz zaman resurslarda müəyyən qədər artımlar edə bilirik. Çünki biz perspektivdə də resurslar yazırıq planımızda, eyni zamanda caridə də yazırıq. Amma perspektivdə resurs yazdığımız zaman orada məqsəd olmur. Yəni, ümumi şəkildə mövzuya və məşğələyə əsasən müəyyən edirik. Ona görə də burada məşğələ üçün tədris ilinin əvvəlindədirsə, yəni deməli perspektiv plan ilin əvvəlindən hazırlanır. Çünki cari həftəlik olmalı idi. Bu zaman məqsədə doğru aparıla bilməzdi. Yəni, orada məqsəd ola bilməzdi. Ona görə 4-ü də yanlış hesab edirik. 4-cü fikir yanlışdır. Amma qarşısında isə doğru yazılmışdı. İndi baxıram ki, bu hissəmiz mənfi, bu hissəmiz isə müsbətdir. Ona görə də biz 4-cüyə də baxa bilmərik. Yəni, burada da uyğunluq yoxdur. 5-ciyə baxaq. Təlim nəticəsi uşaq fəaliyyətini əks etdirən dövlətin tələbidir. Təlim nəticəsi həqiqətən də uşağın fəaliyyətini əks etdirir. Amma dövlətin tələbi deyil bu. Dövlətin tələbi olan alt standartdır. Təlim nəticələri isə tərbiyəçi müəllim tərəfindən müəyyən olunurdu. Deməli, bu hissəmizdə yanlışdır və qarşısında da yanlış qeyd olunduğu üçün biz 5-cini də uyğun kimi götürürük. Testə baxdığımızda isə bizdən uyğunluq istəyirdi. Bəzi uyğunsuzluqların üzərindən xətt çəkmişik,
Artıq 3 və 5 isə rahat şəkildə doğru variant kimi götürə bilərik. Bu testə əsasən, bu izaha əsasən 6-cı və 7-ci testləri isə siz işləyərək rəyli hissəsinə cavabları qeyd edərsiniz. Doğru variantı da mən sizlərlə bölüşəcəm. Əgər sizlər də bu tipli testlər işləmək istəyirsinizsə və daim mütəmadi oxuyursunuz, amma bilmirsiniz ki, nə dərəcə bilirsiniz, nə dərəcə test işləmə metodikası, eyni zamanda bu kimi müxtəlif testlər və testlərin azlığından narahatsınızsa, bu zaman fevral ayının 1-dən etibarən hər gün testlərin atılacağı qrupun fəaliyyətə başlayacaq və hər gün bu tipli bunun başqa, yəni kurikulum standartlarına uyğun olan, eyni zamanda situativ, faktoloji testlər paylaşılacaq. Hansı ki, fasiləsiz oxuyub, amma artıq sadəcə testlər işləmək istəyən müəllimlər, limitsiz test işləmək istəyən müəllimlər varsa, bu qrupa qoşularaq həmin testləri işləyə bilərsiniz. Qrupun qiyməti isə çox minimum endirimdə, yəni olan bir qrupdur. Aylıq 10 azın ödəməklə hər gün limitsiz testlər işləyə biləcəyiniz bir qrupdur. Eyni zamanda bu qrupun yalnız test qrupu olmaqla seçilmir. Yəni bu qrup ərzində həftədə müəyyən günlərdə isə müzakirə günləri təşkil olunacaq, hansı ki, yalnız testlərin atılmasına kifayətlənmir. Eyni zamanda müzakirə günlərində isə qrupa link göndəriləcək və həmin link vasitəsilə siz dərsə qoşularaq buradakı çətinlik çəkdiyiniz testləri deyərək onları birlikdə müzakirə edə bilərik. Yəni, yalnız testləri işləyib nəticələri ölçmürük. Eyni zamanda izahlarla nəyə görə doğru, nəyə görə yanlış olduğunu da qeyd edəcəyik. Test qrupuna qoşulmaq üçün isə indi ekranda yazacağım nömrəyə yazaraq əlaqə saxlaya bilərsiniz. Və beləliklə fevral ayından etibarən limitsiz testlərə siz də qoşula bilərsiniz.